Görüntü biraz pis ola bilər, çünki kompüterdən qoşulmuşam. Buraxılış fənlərindən danışacağam, ümumi imtahandan da danışacağam. Dediyim kimi müəllim falan deyiləm, ekspert deyiləm ki, burada yəni sırf deyim ki, bu mövzular düşəcək, asan düşəcək, çətin düşəcək. Sadəcə nəyə diqqət yetirməlisiniz ən əsası ondan danışacağam. Yəni buraxılış fənlərindən ayrı videom var. Əgər sırf buraxılış fənləri haqqında nəsə məlumat istəyirsinizsə, videolarımdan baxa bilərsiniz. Yəni təkrar eləməyəcəm. Bilirəm, hamınız stresslisiniz bu aralar, imtahan adını eşidəndə bu yanlarınızda falan bir hiss yaranır. Ümumi olaraq ilk öncə danışmaq istəyirəm imtahan prosesi haqqında, sonra axırda danışacağam bu fənlər haqqında. Siz yəni konkret nə eləyin, hansı yerləri, hansı mövzuları təkrar eləyin. Məsələn, valideynlər var ki, elə bilirlər ki, imtahandan qabaq, yəni imtahanın səhərisi uşağı yedizdirirlər axıra kimi, amma halbuki uşaq normalda səhər yeməyi yemir. Yəqin ki, burada çoxunuz səhər yeməyi yemirsiniz. Ki, başa düşürəm, səhər yemək olmur, ürək bulanır falan. Yəni məcbur deyil ki, imtahan günü siz o yeməyi yeyəsiz axıra kimi. Çünki imtahana gedəndə sizin ürəyiniz bulanacaq və ki, bu çox pis bir hissdir. Mən yaşamışam. Yəni bunu xahiş edirəm valideyninizə deyin indidən ki, sizi məcbur eləməsin. Normalda necədirsə elə, amma çox ac da getməyin. Ac getməyin deyəndə təsəvvür edin siz 4 saat orada oturacaqsınız. Təbii ki də acacaqsınız və istər-istəməz səs gələcək qarnınızdan, nə qədər pis səslənsə də. Belə, niyə 4 saat dedim? Çünki imtahan 3 saat olur. Çalışın 1 saat qabaq imtahan zalında olun. Bilmək olmaz nə problemlər çıxacaq ya da siz nə yaşayacaqsınız ya da şəxsiyyət vəsiqəniz birdən yaddan çıxar falan. Bəzi sənədlər yaddan çıxar. Ona görə də risk eləməyin. 1 saat qabaq çalışın orada olun. Hətta kitabçalar da sizdə var. Kitabça yox, buraxılış vərəqi olmalıdır onun adı. Orada saat yazılır, falan saatda gəlin. 11-də başlayırsa siz saat 10-da imtahan zalında olmalısınız, otaqda olmalısınız. Bunu sizə Hamıya məsləhət fərqli görürəm. vaxtlar qoyurlar. Yox, o vaxtda siz məcbur getməli deyilsiniz. Onu eləyirlər ki, axın olmasın. Məsələn, yarısı bu vaxta gəlsin, yarısı bu vaxta. Yəni həmin vaxta getmək məcburiyyətində deyilsiniz, amma getsəniz yaxşı olar. Yəni məsələn məndə yazılmışdı 8:45, amma imtahan başlayır 11-də də. Mənim orada 2 saat qabaq nə işim var? Mən getmişdim 9-da ya bir 10-un yarısı falan getmişdim. Yəni bir problem yoxdur. Və o 1 saat ərzində əgər tez gəlib otursanız orada, sizin stressiniz öləcək və çox rahat olacaqsınız. Daha sonra biraz ən azından stressdən azalmaq üçün siz icazə alıb çölə çıxa bilərsiniz ki, buna icazə verirlər. Yəni boş deməyin gəzməyə çıxacağam, deyin ayaq yoluna gedəcəm. Çünki boş qoymayacaqlar sizi çıxmağa. Siz koridorları gəzin, nə bilim, pəncərədən çölə baxın. Buna icazə verəcəklər. Yəni problem yoxdur. Rahatlaşmaq üçün hər şey eləyə bilərsiniz. İmtahan otağında gəzmək olmaz. İmtahan otağında gəzməyin. Koridorda gəzin. Məndə məsələn elə olmuşdu. İmtahan məndə 2-ci mərtəbədədir. Məsələn, hələ imtahan başlamayıb, bir saat falan qalıb, düşmüşəm 1-ci mərtəbəyə, sinif yoldaşlarımızı tapıb söhbət eləyirdim. Yəni o qədər. Rahatçılıq yaradın özünüz üçün. Daha sonra şpargalka aparmayın. Şpargalka bildiyimiz kimi kopyadır da məsələn. Əgər sizdə məsələn sizin üstünüzü yoxlayacaqlar ilk öncə, üstünüzü yoxlayanda tapmasalar belə, siz şpargalkanı otaqda çıxarsanız imtahan vaxtı, onda da sizə heç nə deməyəcəklər. Siz gözləyəcəklər ki, siz imtahanı yazıb qutarasınız, vərəqi verəsiniz nəzarətçiyə, sonra sizin imtahan vərəqinizi ləğv eləsinlər. Yəni bunu risk eləməyin. Bu il ümumiyyətlə çox işlərinə düşüblər ki, köçürdənlərin falan nəticələrini ləğv eləyəcəklər. Ona görə də ağlınızdan keçməsin. Keçsə də yəni tövsiyə eləmirəm. Bu kitabçaları sizə paylayacaqlar. Bunu 11-ə 5 dəqiqə qalmış, 3 dəqiqə falan qalmış paylayacaqlar və sizə deyəcəklər ki, açmayın, amma siz açın. Burada bir problem yoxdur, amma yəni demirəm, nəzarətçi sizə deyən kimi açmayın, siz də onun üzünə baxa-baxa, yəni acığa belə açıb bunu belə listat eləməyin. Sadəcə yəni nəzarətçi sizə baxmayanda ya da başqalarına vərəqi paylayanda siz biraz belə də yəni belə ucundan biraz baxın. Bu sizə vaxt qazandıracaq. İnanın mənə imtahanda hər saniyə çox vacibdir də. Yəni hər saniyənin bir dəyəri var orada. Çalışın vaxt qazanın. Nə qədər vaxt qazansanız o qədər yaxşıdır sizin üçün. Daha sonra sualları işləyərkən məsələn mən burada yazmışam. Məsələn bir sualın 100% düz olduğuna əminsiniz də. Ona təzədən təkrarlayanda, təzədən baxıb vaxt itirməmək üçün yanına belə bir plus işarəsi qoyun. Ki bilirsiniz ki, bu 100% düzdür də. Yəni
Düzdür ki, plus qoymusunuz. Özdə böyük plus qoyun ki, yəni buna baxmayın da, buna baxın. Bir də bütün imtahanlarda görmüşdüm, belə uşaqlar var idi. Açıq sualları yazanda ilk öncə sadə qələmlə, karandaşla yazırdılar, sonra silirdilər, sonra üstünə ruşka ilə gedirdilər. Belə bir şey eləməyin. Onlar sizdən məsələn orada çox gözəl xəttlə yazmağınızı istəmirlər. Məsələn, kalliqrafiya ilə yazmağınızı istəmirlər. Çox pis xətt də olsa belə başa düşürlər. Yəni o demək deyil. Prosta yəni çalışın qaralamayın heç bir şey. Səhv də eləsəniz, mən məsələn bütün demək olar ki, bütün açıq suallarda səhv yazırdım. İstər-istəməz olurdu. Məsələn, fikrimiz dəyişir, bunu yazmaq istəmirik ya da səhv yazırıq həyəcandan falan. Ona görə belə bir şey olsa skopkaya alın, mötərizəyə alın, üstünə də bir dənə xətt çəkin. Niyə xətt çəkin, həm də mötərizəyə alın? Çünki mötərizəyə aldığımız şeylər bəzən misal çəkdiyimiz şeylər də ola bilər. Ona görə üstünə də xətt çəkin. Yəni səliqəli bir şəkildə. Çalışın qaralamayın ki, elə olanda bəzən ləğv eləyə bilərlər. Ona görə də tövsiyə eləmirəm. Hətta necə deyim, bir hərf səhvi də eləsəniz, həmin hərfin üstündən bir xətt çəkin. Çox belə səliqəli şəkildə eləyin də. Yəni qaralama eləməyin. Heç yəni bəzən olur ki, o qədər yəni qaralayırlar, vərəqin arxasına çıxıb cırılır kağız. O da yəni bir dəfə verilirsə kodlaşma vərəqi tövsiyə eləmirəm. Hə, bir də bəziləri var su aparmır. Bunun önəmini sizə deyəcəm indi niyə. İndi mən məsələn heç su içməyən biriyəm. Gün ərzində mən bəlkə də 1 stakan su içmirəm də, heç susuzlamayan biriyəm, amma su aparın. Çünki əgər desəniz ki, susuzlamayacam, su aparmıram, inanın ki, mənə elə susuzlayacaqsınız ki, elə bir yəni nə yemisiniz, çox duzlu bir şey yemisiniz. Risk eləməyin, aparın. Həm də butulkanın o kağızını qopardmağa da ehtiyac yoxdur. Əgər şparqaq yoxdursa üstündə, əgər düzəltməmisinizsə, onu qopardmaq lazım deyil. Bəzən məcbur edirlər ki, onu qopart falan, yoxsa səni çıxardacaqlar. Elə bir şey yoxdur. Üstündə heç nə yoxsa, Bonaco yazılıbsa, yəni normaldır. Su niyə aparın deyirəm? Çünki elə bir taktika var. Çünki bu məndə işə yarayıb, mənə tövsiyə eləyəndə də işə yarayıb. Məsələn, bir sualı oxuyursunuz və 2 cavab arasında qalmısınız. Yəni iki cavabında kitabda olduğundan əminsiniz də, yəni bunu oxumusunuzsa. Heç cür yadınıza düşmür ki, sual arasında qalmısınız. Nəysə, dərindən nəfəs alın, imtahan ortasındasınız. Dərindən nəfəs alın, sonra bir qurtum su için. Olmadı 2 qurtum için. Sonra biraz da nəfəs alın, fikirləşin. İnanın mənə sraz yadınıza düşəcək o sual. Məndə elə olmuşdu. Hətta yəni bunu mənə tövsiyə eləyəndə dedim, bu nə deyir? Belə bir şey ola bilməz. Amma dedim, yox da başqa seçimim yox idi. Mən də elə elədim. Bu arada o sual cavab da düz olmuşdu. Yəni ona görə yadınıza düşür. Suyun önəmidir, yəni bu. Su da görsəniz, əgər suyunuz yoxdur, nəzarətçilərin hamısında su olur. Bir butulka su verirlər, bir də adnarazı stakan verirlər ya da Azərbaycanca desək, bir dəfəlik istifadə üçün verirlər. Hə, nəzarətçidən xahiş eləyə bilərsiniz. Zaten nəzarətçilər içmir o suyu. Ona görə bir də ümid eləyirəm bəxtinizə yaxşı cavan nəzarətçi düşər. Çünki bizdə bütün nəzarətçilər yaxşı. Cavan olmağın niyə cavan olsun? Yaşlılar biraz sizə bəzi şeylər başa salmırlar. Kodlaşma prosesi ya da apellyasiya prosesini yaxşı başa salmırlar ki, ona görə də mənim bir dənə blok imtahanımda bir dənə səhv eləmişdim kodlaşdırmada. Mən elə bilirdim onu apellyasiya vermək olar, amma olmazmış. Yaşlı nəzarətçi olmasa yaxşıdır. Cavanlar da siz deyirsiniz, hə cavan olmasın, çox nəzarət eləyir falan. Olmur elə. Çünki bizdə hamısı cavan idi. Ümumiyyətlə onların məqsədi pis deyil uşaqlar. Sizin nə qədər əziyyət çəkdiyinizi bilirlər, necə oxuduğunuzu falan bilirlər. Ona görə də onlar sizə işi olmur. Onlar zaten pul veriblər, onlar orada oturublar da. Yəni bizim nəzarətçi, məsələn, nəzarətçilər olur. Bir var koridorda gəzir, içəridəki nəzarətçilərə nəzarət eləyir. Bir də var içəridəki nəzarətçilər uşaqlara nəzarət eləyir. Məsələn, vaxt qurtarmışdı, saat 1-də deyəsən qurtarır. 1-də vaxt qurtarıb bizdə də, amma nəzarətçi qoyurdu yazmağa. Deyir ki, yazın, nə qədər ki çöldəki gəlməyib, hələ ki yazındı. Yəni hər saniyənin önəmi var. Ona görə yəni onu burdan görsəm çox təşəkkür eləyərdim ona. Çünki mənə bir xeyri olmamışdı, mən qurtarmışdım. Amma xeyri olanlar ola bilər. Bu qədər imtahan prosesi ilə bağlı. Kimin nə sualı var? Görsəz çox həyəcanlısınız. Bir dənə də bunu psixoloqlar deyir. Mən yoxlamamışam, siz yoxlaya bilərsiniz. Dərindən nəfəs alın. 10 saniyəyə qədər sayın və nəfəs alın. Yavaş-yavaş. Daha sonra biraz dayanın, o nəfəsi tutun. Sonra ondan geriyə sayın 1-ə kimi. Sonra o nəfəsi buraxın.
Sonra inanın mənə biraz da olsa stressiniz azalacaq. Və bu arada onu deyim ki, imtahandan bir gün qabaq ya da imtahan səhərisi bəzi dərmanlar olur, yuxulayıcı dərmanlar. Onlardan heç birini atmayın uşaqlar. Tövsiyə eləmirəm. Eləməyin. Ramaşka çayı içə bilərsiniz bir gün qabaq. Çoban yastığı çayı. Amma yəni onun bir xeyri olmur. Bəlkə xeyri dəyən ola bilər. Ona görə yoxlayın, için ki, bəlkə ola bildi. Bilirsiniz necə? Diqqətsizlik səhvi olacaq, amma çox olmayacaq. Məsələn, normalda 10 dənə diqqətsizlik səhvi eləyirsinizsə, imtahanda 1 olacaq, 2 olacaq. Çünki çox diqqətli olacaqsınız imtahanda, narahat olmayın. Qorxutmayın özünüzü, xahiş edirəm. Nə olacağı imtahandır da, heç nə olmaz. İnanın mənə o qədər boş gəlir ki, o buraxılış imtahanı indi bu dəqiqə mənə. Yəni inşallah siz də universitetdə olanda sizə də o qədər boş gələr bu imtahan. Yəni universitet imtahanından sonra əlbəttə boş gələcək. Fən sıralaması. Hansı fəndən başlamalısınız? Hansı fəndən başlamalısınız? Ən asan bildiyiniz fəndən başlayın. Ən yaxşı bildiyiniz fən. Məndə o ingilis dili idi. Ki, yəni listeningdən sonra listening ən birinci gəlir deyə listening işləyin. Sonra sizə ən asan hansı gəlir? Ondan başlayın ki, tez qutarın onu. Sonra bilirsiniz nə edin? 2 fənni qutarın, sonra kodlaşdırın o 2 fənni. Daha sonra ən pis bildiyiniz fənni axıra saxlayın, onu sonra ən axırda kodlayarsınız. Məsələn, yoxsa bir-bir işləyə kodlaşdırmayın. Vaxtınız çox gedəcək, lazım deyil. Riyaziyyat bərbadda köçürmək mümkündür. Köçürməyin, uşaqlar, köçürmək eləməyin. Xahiş, mən sizin yerinizə qorxuram. Köçürmə eləməyin. Köçürəcəksiniz, sizi kameradan görəcəklər ya da nəzarətçi görəcək, sizə heç bir şey deməyəcək. Sonra siz imtahanı yazacaqsınız, kodlaşdırıb vərəqi verəcəksiniz nəzarətçiyə. Sonra da nəzarətçi sizə sürpriz bir olay kimi deyəcək ki, sənin nəticəni ləğv elədilər. Bu ola bilər. Mən bundan qorxuram uşaqlar. Sizə görə qorxuram. İmtahandan bir gün qabaq nəsə oxumalıyıqmı? Oxuyun. Bir şey öyrənməyin, yəni yeni bir mövzu, düstur falan öyrənməyin. Çünki mən riyaziyyatın düsturlarını son günə saxlamışdım. Bir gün qabağa heç bir şey öyrənməmişdim. Çox peşmanam. İndidən əgər riyaziyyatın düsturlarını öyrənmirsinizsə, indidən başlayın öyrənməyə, xahiş edirəm. Bir gün qalmış təkrar eləyin, əlbəttə. Mən bir gün qalmış, özdə bir gün qalmış çalışın sınaqlar işləyin. Keçən ilin sınaqlarını işləyin. Sınaqların, yəni keçən ilin buraxılışını işləyin. Əgər indi işləməmisinizsə. İmtahan günü səhər 8-in yarısı. Normalda məktəbə neçə gedirəmsə, o vaxtda durmuşdum. Tez dursanız daha yaxşıdır, amma əgər gec yatmısınızsa, tez durmağın mənası yoxdur, biraz yatın. Yolda da oxuyun, əlbəttə. Bizim də riyaziyyat müəllimimiz var idi. O uşaqlarına elə bir imtahandan bir neçə dəqiqə qabaq onlarla görüşmüşdü və hansısa düsturu başa salmışdı. Elə o mövzuda düşmüşdü, onlar da onu yazmışdılar. Sınaqlarda son sınaq imtahanımda 220 bal toplamışdım. O güvənin sınağı idi. İmtahanda 221 topladım. Çox fərq olmadı. Ona görə deyirəm də, siz çox özgüvənsiz olmalısınız bu bal sistemində. Məsələn, mən güvəndən 220 yığmışdım. Mən dedim ki, fisoda, yəni imtahanda mən 250 yığacam, 100% deyirdim. Hamısı dedim ki, 250 mən yığacam. Amma olmadı, 221 oldu. Ona görə özgüvənsiz olun, özünüzə güvənməyin. Bu baxımdan, yəni bal baxımından özünüzə güvənməyin. Buraxılışdan topladığım ballar ingilis dili 90 idi, rus dili 80 idi və riyaziyyat 51, 52 belə bir şey olmalıdır. Nöqtə falan şey də var orada. Salam, imtahan yaxınlaşdıqca dərs oxumaq istəyim azalır. Əvvəl günə 4-5, hətta 7-8 saat oxuyan mən, indi 2-3 saat dərsi güclə oxuyuram. Ümumiyyətlə düzün deyim, mən günə maksimum 5 saat dərs oxuyurdum. 7-8 saat heç vaxt oxumamışam. Yəni nə bilim, yorulmaq deyil, çünki məndə də olurdu. Buraxılış imtahanına az qalıb və heç nə eləmək. O qədər dərsim tökülüb ki, mən heç nə eləmək istəmirəm, oxuya bilmirəm. Bu çox normal bir şeydir. Oxuya bilməmək normal bir şeydir. Çünki 2 il ard-arda siz dayanmadan dərs eləyirsiniz, özdə təkrar eləyirsiniz və çox maraqsız gəlir. Amma onu bilin ki, buraxılış imtahanı qutarandan sonra, yəni buraxılışa kimidir də uşaqlar 7 gün qalıb. Bilmirəm, 7-9 gün qalıb, dəqiq bilmirəm. 8 gün qalıb, 8. 8 gün, 8 gün qalıb. Bu 8 günü dözün biraz, heç nə olmayacaq. Yəni çox şey qazanarsınız, amma itirməzsiniz. Xahiş edirəm, biraz da dözün. Bu 8 gündə daha çox mətni işləsən, görəsən Azərbaycan dilində, yəni mətndə maksimum yaza bilərəm. Yaza bilərsən, niyə yaza bilməzsən? Nə bilim, qorxuram.
Qorxmaq lazım deyil. Bax uşaqlar qorxmayın. İnanın mənə bu qorxularınızın arxasında o qədər, yəni belə uğur yatır ki, inana bilməzsiniz də siz. Heç bir şeydən qorxmaq lazım deyil. İmtahan sizi yeməyəcək, Məleykə xanım sizi yeməyəcək. Universitetə hamınız universitetə girəcəksiniz. İnanın mən universitetə girmək bir problem deyil. Universitetə hər kəs girə bilir. İstədiyiniz yerə də düşə biləcəksiniz. Yəni bu bir problem deyil. Qorxmayın. Yetər ki, qorxmayın uşaqlar. Qorxulu heç bir şey yoxdur. İnanın mənə. Bu imtahanı verəndən sonra özünüz də görəcəksiniz ki, heç də qorxulu deyilmiş. Ola bilsin məyus olasınız, istədiyiniz nəticəni toplaya bilməyəsiniz, amma inanın mənə hər şeydə bir xeyir var. Yəni bunu toplamamaqda da bir xeyir var, bunu toplamaqda da bir xeyir var. 10-cu sinifdə sınaqlara getməmişdim. Heç sınağa getməmişdim, amma evdə sınaq işləyirdim. Dediyim kimi mənim bir dənə metodum var idi. Ümumiyyətlə DİM-in, Cüvənin, Hədəfin olsun, başqa Kaspi falan olsun, mən onları belə çıxartdırırdım, kitabça kimi, kopya çıxartdırırdım, evdə işləyirdim. Yəni vaxt qoyurdum 2 saat. 2 saat vaxt qoyurdum. Niyə? Çünki 1 saat, 1 saatdan bəlkə də biraz çox kodlaşdırmağa ayıracaqsınız. İndidən nəzərə alına, birdən işləyərsiniz, yarım saat qalmış saxlayarsınız bütün kodlaşdırmanı, onu eləməyin. Əsas kodlaşdırmadır. Xahiş edirəm, özdə çox zəif olduğunuz fənnin üstünə düşməyin. 8 gün qalıb. Zəif olduğunuz fənnin üstünə düşməyin. Buraxılış imtahanında 9-11-də, yəni Azərbaycan dili mətnləri necə tipdə düşür? Yəni elmi və bədii olaraq düşdüyünü bilirəm, yəni sual səviyyəsi olaraq. 9-cu sinif üçün çox çətin düşməyəcək. 11-ci sinifə görə çətin deyil. Situasiya sualları falan olur deyəsən. Situasiya mən bilmirəm necə düşür. Çünki 9-cu sinifdə o qədər maraqlanmırdım. Amma narahat olmayın, yaxşı olacaq. Rahat olacaq. 9 çox asandır. Məncə daha çox oxusan, yəni asandır, çox asandır 9. Bilirsiniz necə? Məsələn 9 olanda 9-cu sinif imtahanı asan gəlmir. 11 olandan sonra 9-cu sinif imtahanı asan gəlir. Fərq olacaq, olmalıdır. Çünki 9-cu sinifdə bizim biliklərimiz 11-ci sinifdə bildiklərimizlə bərabər olmadığı üçün təbii olaraq da 11-ci sinif daha çətin olmalıdır. Amma topluda necə düşürsə, topluda elə olur. O səviyyədə olur. Nə çətin, nə asan. Как вы повторяли до недели до экзамена? Знаете, у меня был план, который я составила 2 месяца назад, и я по этому принципу шла, да. Я что-то особенного не делала, я просто шла по плану, и все, только оттуда повторяла. И это были конечные темы, последние темы, и так что, ну, nормально. OTK-dan 240 toplamısınız, 9 mart nə qədər yaza bilərsiniz. Belə suallar çox gəlir. Məsələn, mən bu sınaqdan bu qədər topladım, imtahanda bu qədər yığa bilərəm. Yığa da bilərsiniz, yığmaya da bilərsiniz. Bunu mən heç vaxt, yəni sizə 100% deyə bilmərəm ki, hə 100% yığacaqsan. Aşağı yuxarı 240 yığacaqsınız. Belə minimum 220, 210, maksimum 260 falan yığa bilərsiniz. İmtahan dönəmində sosial həyatım yox idi. Mənim sosial həyatım yox idi uşaqlar. Mən yaşamırdım. Mən sadəcə nəfəs alırdım. Məsələn, birinin ad günüdür, xalamın ad günü idi, sonra qardaşımın, sonra anamın ad günü idi. Mən ad günü keçirdilər və mən də özümü çox belə vicdan hissi yaranır ki, məndə. Mən niyə dərs eləmirəm? Mən niyə burada oturmuşam? O olur. Düzdür, çox belə məsələn mən gedirdim. Məcburiyyətdən gedirdim. Mənə dedilər ki, gəlməsən küsəcəm falan. Ki, mən imtahan dönəmindəyəm. Məndən belə şey niyə istəyirsiniz? Gedirdim və peşman olurdum getməyimə. Çünki dərslərim tökülüb qalmışdı və mən məcbur gec yatırdım ya da səhər çox tez dururdum. Sizə bu vərəqlər veriləcək. Buraxılış vərəqi. Buna buraxılış vərəqi deyirlər. Kitabça. Hə, bu arada listeningdə əgər qorxusuzsa bir problem yaranar ki, ikinci zonada keçən il yaranmışdı və heç kəs normal yaza bilməmişdi. Bu il olmayacaq. Söz veriblər ki, əgər belə bir problem yaşansa, hər hansı xüsusi aparatlar qoşacaqlar ya da xüsusi nəzarətçilər falan olacaq ki, belə bir problem yaranmasın. Buraxılış vərəqi görməmisinizsə, göstərim. Burada listeningdir. Normal sizə yer qoymayıblar deyə. Mən burada yazmışam, məsələn. Bunun cavabları hamısı burada. Çox yer yoxdur. Baxın, məsələn, elə bilirsinizsə sizə boş vərəq verəcəklər ki, sınaqlarda elə verirlər. Yoxdur. Hətta riyaziyyatın açıqlarına baxın, 1 qram da yer saxlamayıblar da. Yəni, heç olmasa bir dənə boş saxlayın. Məsələn, arxasını yazmışam. Qabağını yazmamışam.
Bura deyəcəklər imza atın, atmaya da bilərsiniz. Çünki bunu onsuz da evə aparacaqsınız. Ümumiyyətlə imtahandan, buraxılış imtahanından normal nəticə toplamaq istəyirsinizsə və biraz zəifsinizsə, ümumiyyətlə buraxılışdan hər il düşən mövzuları araşdırın yaxşıca. Bunu necə bilmək olar? İki üsulu var. Ya Telegram kanallarından öyrənə bilərsiniz bunları, ya da müəlliminizdən soruşun. Başı çıxan müəllimlər deyəcək sizə, yəni bir-bir sayacaq bu mövzular düşəcək. Və siz də onları yazın. Və mütləq bilin ki, bu mövzu yəni 100% düşəcəkdir. Bilirsiniz ki, 100% düşəcək və həmin mövzuları çox yaxşı bilin. Çalışın bu 8 gün ərzində 100% düşəcəyini bildiyiniz mövzuları işləyin. Ancaq onları işləyin. Ki onlar 100% düşəcək. Niyə risk eləyirsiniz? Elə onları bilin, bəsinizdir. Kitabçanı sizə verəcəklər. Əgər axıra kimi otursanız, yəni 3 saat ərzində otursanız, sizə kitabçanı verəcəklər. Yəni verilir. Amma əgər tez çıxsanız, verməyəcəklər. Telegramı aça bilmirsiniz, bilirəm, ödənişli ediblər. Xarici bir dostunuz ya da qohumunuz falan varsa, onun nömrəsinə giriş etmək mümkündür. Azərbaycan nömrəsi olmasın amma. Mən elə giriş etdim. Ya da bilirsiniz nə edin? Bir həftəlik premium ala bilərsiniz, əgər çox lazımdırsa. Sonra ondan sonra işlədə bilərsiniz. Bir həftəlik premium bilmirəm neçəyədir dəqiq, amma o qədər də çox belə baha deyil. İnanın mənə, bu imtahanı verəndən sonra sizin üstünüzdən bir yük qalxacaq. Düzdür, biraz gözləyəcəksiniz ki, cavablar çıxsın. Amma yəni gələn kimi hesablayın ballarınızı. Ballarınızı necə hesablaya bilərsiniz? Yenə dedim, Telegramda bot var. Bal hesablayır. O birlik timin botudur. Əgər yəni bilənlər varsa bilir. Bir də OTAKAN saytından da girib oradan yoxlaya bilərsiniz ballarınızı. Açıq suallardan danışım. Ümumiyyətlə açıq sualları çalışın. Əsasən riyaziyyatı deyim. Açıq suallarda riyaziyyatı esse kimi yazın. Bir dənə sual var idi keçən il, yəni bizim imtahanda düşəndə. Orada açıq sualda trapeziya düşmüşdü. Yəqin ki bilirsiniz, baxmısınız. Pifaqor teoremi ilə tapmışdıq bir dənə rəqəmi. Pifaqor teoremi ilə tapdığımız üçün orada yazmalısınız ki, siz mütləq Pifaqor teoremi ilə tapmışam. Yoxsa yazmasanız, ya adi belə rəqəm qoysanız, o elə biləcək ki, hə bu atıb, mən bunun balını kəsim. Oxuyan belə biləcək. Siz çalışın esse kimi yazın, çox detallı yazın. Başa düşdünüz necə deyirəm? Mən elə yazmışdım və bütün açıq suallarımdan da tam bal almışdım. Hə, bu arada bir şey deyəcəm. İngilis dilindən hansı mövzular hər il düşür onu deyəcəm. Hər il düşən mövzulardan passive voice. Passive voice-u çox yaxşı bilin. Ki asandır məncə. Artikellər düşəcək, Z düşəcək, AN düşəcək. Modal verblər hər il düşür. Make-up sentence. Make-up sentence bir ildən bir düşür. Zamanları bilirsiniz ki, hər il düşür. Bir də prepositionları uşaqlar yaxşı bilir. Mənim bir dənə videom var. Orada deyəsən prepositionların siyahısı var. Onları çox yaxşı bilin. Onlar düşür. Özü asan düşəcək. Yəni qorxmayın. İngilis dili normal düşəcək. İngilis dili onsuz çətin düşmür. So do I, neither do I, onlar düşəcək. Bir də qrupa şey atmışdım. Kitab atmışdım. Dünya Nicar. O kitabdakı sinonimlərin hamısını öyrənin. Oradakı sinonimlərdən düşəcək. Çünki orada bütün sözlər var. Yəni bütün qarşınıza, qabağınıza çıxacaq sözlər var. Oradakı sözlərdən düşəcək sinonimlər. Yəni oradakıların hamısını bilsəniz, bilin ki, bir dənə sualınız hazırdır. Bilirəm 8 gün qalıb hamısını necə çatdıracaqsınız deyirsiniz, amma bitər eləyin. Yəni 8 gündür, çox şey qalmayıb. Çalışın nə qədər nə edə bilirsiniz eləyin. Uncountable, countable hər il düşür, onu bilirsiniz yəqin ki. Exclamatory ilə interrogative hər il düşmür, nə yalan deyim. Hər il düşmədiyi üçün sizə 100% deyə bilmərəm. Amma belə bundan qabaq dediklərim düşür. Hə, bir də adjective düşəcək. Adverb ilə adjective'in fərqi, onları bilin. Hansı sözlərdə ly olur, hansılarında ümumiyyətlə olmur. Ya da o şey var, bad, worse, worst, onları bilin. Bəziləri var bad-der yazır, elə yoxdur, elə bir şey yoxdur. Hə, bir də rus sektorlar varsa səs eləyin, sizə bir şey deyəcəm. Rus dilindən hər il düşən mövzulardan biri narečiyadır. Narečiyaları hər il düşmür, 3 ildir artıq düşür deyə. Orada bir dənə mövzu var idi. Слитное написание или дефисное написание наречий, те, которые надо было вызубрить, и те, которые были исключения. Их надо хорошенько выучить. Я понимаю, они очень сложные, это очень плохая тема, но постарайтесь это выучить. 8 дней осталось, ничего не осталось. И
это попадется, 100% я знаю, что это попадется. И вы должны знать деепричастие, причастие, их различать, их суффиксы надо вызубрить, прям вызубрить, а также существительные. По существительным, те, которые всегда в единственном числе, и те, которые всегда во множественном числе, их надо знать. Нулевые окончания. Это очень плохая тема. Это запомнить очень, не очень хорошо. Так что это хорошенько повторите и работайте над тестами. А также по открытым текстам я вам советую, если там есть вопрос, не используя слова из текста. В общем, заполните кластер, описав прилагательными наречиями, причастиями. Если там говорится, не используя слова из текста, вы поймете, что там надо использовать 100% слова из текста. Даже если написано «не используя», вы используете. Если не верите мне, вы просто можете посмотреть в конце тестов, там есть ответы, и там всегда используют слова из текста. Так что я тоже повелась на это и поменяла синонимами, но это не так. Не поменяйте синонимами, как есть, так и напишите, потому что у азербайджанских секторов этого нету, и из-за этого могут быть ошибки. Mənə ən çox faydalı olan kanallar bilirsiniz necə? Mən elələrinə qoşulmuşdum ki, hal-hazırda o kanalları tapa bilmirəm. Neçə vaxt axtarıram o kanalları. Ya gizli olub o kanallar, ya da bağlanıb, bilmirəm, amma çox faydalı kanallar idi. Birlik Team bilirsiniz ki, ən faydalılardan biridir. Sonra PDF Zona var, PDF Club var. Ümumiyyətlə bütün PDF-lər. Əgər ümumiyyətlə siz hansısa PDF axtarırsınızsa, axtarış yerinə yazın. Sanki kanal axtarırsınız və PDF-in adını yazın. Orada hər hansısa bir kanalda paylaşılan PDF gələcək. Bir də atmağın yollarını da demişəm, ona da baxın. İmtahana bir gün qabaq baxsanız yaxşı olar, elə daha yaxşı yadda qalır. Sizə onu deyim, sizdə məsələn essedə çox mürəkkəb cümlələr yazmayın. Çox mürəkkəb cümlələrdə çox səhv olur və əgər siz məsələn əvvəldən yazmamısınızsa, bacarmısınızsa esse yazmağı, məsələn, esse yazmaq deməyim, cümlə normal qurmağı bacarmısınızsa, sizə çox uzun cümlələr yazmağı tövsiyə eləmirəm. Bəzi orada sözlər var, yəqin ki, müəllimləriniz sizə atıb, məsələn, first of all, secondly ya da finally, daha sonra I think, I believe. Hər nəysə, bunlardan bir-iki dənəsini istifadə eləyin. 2-3 ya da 2 sadə cümlə, bir mürəkkəb cümlə yaza bilərsiniz. Elə yazsanız sizi qəbul edəcəklər. Oradan deyəsən bizdən 3 cümlə istəmişdi, mən 4 yazmışdım. Amma tam bal almışdım. Elə bilirdim ki, o bir cümləni əlavə yazdığıma görə məndən bal kəsərlər, amma elə olmur. Ümumiyyətlə, baxın, sizə çox bir reallıqdan danışmaq istəyirəm. Siz elə bilirsinizsə, siz universitetə daxil oldunuz, sizin həyatınız möhtəşəm olacaq, o Amerikanlar kimi kef eləyəcəksiniz, gəzib tozacaqsınız klublara falan filan ya da bütün gün podruqalarınızla gəzəcəksiniz. Elə bir həyat yoxdur uşaqlar, bu utopiyadır. Elə bir şey yoxdur. Universitet nə üçün var? Siz oxumalısınız da. Yəni universitetdə oxumaq üçün gedirsə, əgər siz xəyal qurursunuzsa, universitetə gedib oxumayacağam, elə bir şey yoxdur. Siz sadəcə elə fikirləşirsiniz ki, məsələn, universitetə gedib oxumayacağam və görürsünüz ki, universitetdə sizdən dərs tələb eləyirlər, şoka düşəcəksiniz və ona görə də universiteti bəyənməyəcəksiniz. O ola bilər. Məsələn, Bakı dövləti sizdən əməli başlı dərs tələb eləyirlər. Çox dərs oxumalısınız. Məsələn, mən birinci semestr şeydir də, yarım il gedir. Birinci semestrdə mən heç bir şey çatdırmırdım. Amma indi fikir verirəm ki, mən çatdırıram. Yəni, öyrəşməkdən asılıdır. Blok fənninə, uşaqlar, buraxılış imtahanını verdiniz. Səhərsi gün xahiş eləyirəm, müəlliminiz də sizi çağırsa, hazırlığa gelməyin. Mən 3 gün özümə hər imtahandan sonra istirahət verirdim ki, bu ehtiyacdır da, bu lazımdır sizə. O 3 gün ərzində heç bir şey eləməyin, heç bir kitabın üzünü açmayın, acığa heç bir kitabın üzünü açmayın ki, 3 gün istirahət eləyəsiniz. Siz artıq neçə aydır intensiv olaraq dərs eləyirsiniz və bu bədənin istirahət eləməyə ehtiyacı var. Səhər gec durun, gecə gec yatın. 3 gün ərzində kef eləyin də, yəni bilin ki, gələn ay çox pis olacaq, yəni çox pis çalışmalısınız, intensiv olaraq dərs çalışmalısınız deyə çalışın maksimum dərəcədə bu 3 gündən faydalanın. 3 gün olmasın, 2 gün olsun. Özünüzə istirahət verin. Dərs oxumaq nə qədər vacib olsa da, istirahət eləmək də o qədər vacibdir. Beyin boşalmalıdır. Heç kəsin sizə inanmağına ehtiyac duymayın uşaqlar. Siz özünüz bu dünyada təksiniz, tək gəlmisiniz, tək də gedəcəksiniz. Bilin ki,
siz əsas özünüzə inanırsınızsa, hər şeyi bacara bilərsiniz. Siz deyirsiniz, mən bunu bacara bilərəm, çox çalışsam eləyə bilərəm. Çox çalışsanız siz hər şey eləyə bilərsiniz. Yəni bunu soruşmaq lazım deyil. Siz öz potensialınızı sadəcə bilmirsiniz. Siz öz potensialınıza şübhə eləyirsiniz. Bunu eləməyin. Siz hər şey bacara bilərsiniz. Yox, mən nə bilim 15 günə çatdıra bilmərəm, çox pisəm, çox zəifəm. Çox zəif olanları görmüşdüm. Çox çalışdılar və həqiqətən də normal nəticə topladılar. Yəni həqiqətən bacara bilərsiniz. Yəni şübhə eləməyin. Niyə də yox? Sadəcə 8 gün qalıb ya da 15 gün qalıb. Sadəcə bu 8 gün ərzində çox çalışın da, çox çalışın. Məsələn, əgər bu 8 günü çalışmasanız, ömür boyu bunun peşmanlığını yaşayacaqsınız. Siz sadəcə bunun fərqində deyilsiniz. Oxumaq istəmirsiniz, başa düşürəm. Çalışmaq istəmirsiniz, çox yorğunsunuz, başa düşürəm. Sizi çox yaxşı anlayıram, amma sadəcə 8 gün, sadəcə 15 gün qalıb və bir göz qırpımında bu günlər keçəcək. Yəni biraz çalışın. Həqiqətən, əgər bu günlərdə çalışmasanız, bu son günlərdə çalışmasanız, bunun peşmanlığını bütün ömür boyu yaşayacaqsınız. Ehtiyac yoxdur. Yəni qorxmağa ehtiyac yoxdur, şübhə eləməyə ehtiyac yoxdur, inamsızlığa ehtiyac yoxdur. Sadəcə çalışın, çox çalışın. Bilin ki, bu sizin həyatınızı müəyyənləşdirir, gələcəyinizi müəyyənləşdirir. Gündə neçə saat dərs oxuyurdum desəm, mən heç vaxt hesablamamışam, gündə neçə saat dərs oxumuşam. Bəlkə də 8 saat, bəlkə 2 saat, bəlkə 1 saat. Yəni mən bilmirəm, nə qədər ehtiyac var, lazımdır, o qədər oxumuşam. Məsələn, mən plan qurmuşdum, 2 aylıq təkrar proqramı. Yəni onu sizlə paylaşmışdım, görmüşdünüz yəqin ki. 2 aylıq təkrar proqramını mən işləyirdim və çalışırdım ki, onu çatdırım. Mən sadəcə planımda onu çatdırmaq və hazırlıq dərslərimi çatdırmaq var idi. Və əgər mən bütün o dərsləri çatdırmışamsa, deməli mən gündəlik ehtiyatımı qarşılamışam dərs üzrə. Və yəni özüm mənə maraqlı deyil. Sadəcə mən idman eləyirdim. Dekabrdan sonra idmanın başını buraxdım və o çox pis bir şeydir. Yəni sağlamlığınıza çox yaxşı baxın. Ümid edirəm faydalı olub. Ən azından istədim ki, biraz faydam olsun sizə. Çünki bilirəm, çox həssas dönəmdəsiz, çox sualınız var. Bacardığım qədər hamısına cavab verməyə çalışdım. Çox sağ olun ki, qoşuldunuz. Hamınıza uğurlar arzulayıram.